Allah buyurur ki, sizlərdən hər kim Ramazan ayına daxil olsa, fəlyəsum, oruc tutsun. İstisnalar var. Kimlərə oruc tutmaq vacib deyil. Kimlərə oruc tutmaq vacib deyil. Allah Teala buyurur ki, وَمَنْ كَانَ مَرِيدًا, kes ki xəstədir, oruc tutmaq ona vacib deyil. Ya məsələn, Allah Teala buyurur ki, اَوْ عَلَى səfərin, yaxud səfərdədir. Səfərdədir, bu həmin şəriət məsələləri ilə bağlı olsa da, qeyd etmək istəyirəm ki, necə ki, 10 gün və yaxud 10 gündən artıq səfər edən şəxsə namazı bütöv qılmaq vacibdir, eləcə də 10 gün və 10 gündən artıq səfərdə olan şəxsə də oruc tutmaq vacibdir. Amma 10 gündən az olarsa, həmin günlərin Allah Teala buyurur ki, digər aylarda qəzasını yerinə yetirəcək. فَإِدَّةٌ مِنْ əyyəmin uxər. Hansı ki, günlər oruc tuta bilməyib adam, o günlərin qəzasını yerinə yetirəcək. Allah Teala buyurur ki, oruc tutmaqla Allah sizi çətinliyə salmır. Bəzi insanlar var ki, fikirləşir ki, ne üçün Allah Teala bizə bu cürünə əmr edir ki, yemək yeməyək, yaxud su içməyək.